Mən bu sosial şəbəkələrə çıxıb paylaşım eləməyə başladığım ilk gündən bir kəlmə söz demişəm. Mən hər kəsə ayılın, beyin sizi idarə edir. Amma bu belə olmalı deyil. Bəli, bizə öyrədiblər ki, pis vərdiş siqaretdir, narkotikdir, asılılıq filan. Amma demək ki, bütün həyatımız, danışdığımız sözlər, elədiyimiz hərəkətlər, oturuşumuz, duruşumuz, yerişimiz, bütün həyatımız sadəcə neyronlar arasında əlaqədir. Vəssalam. Bunu ilk başlayanda birinci şuurlu eləyirik, sonra beyin bunu yazıb avtopilota və enerji sərf etməmək üçün qalan bütün həyatımızı biz özümüz bilmədən avtopilotda yaşayırıq, robot kimi. Hər kəlmə sözümüz, hər bir davranışımız, bəli, günün 95%. Və bunu bütün dünya bilir. Bu niyə açıldı bu məsələ? Ona görə ki, neyrologiya və elmi bu yaxın zamanlarda 3 alim Nobel mükafatı aldı. Bunu sübuta yetirdilər, Nobel mükafatı aldılar. Bəli, bütün hərəkət, danışdığı söz, hər şey iki neyron arasında əlaqədir. Mən bunu danışmağa başladığım gün ilk mənə qarşı gələn adam dindarlar oldu. İndi mən bütün qətiyyətimlə deyirəm ki, qardaşım, bir insan ki, avtopilotda yaşayır, bir insan ki, özünü idarə eləyə bilmir, bir insan ki, beyninin əsarətindədir, onun gəlib mənə hansı Allahdan, hansı dinlə danışmaq haqqı var? Nə ağıl qoya bilər bu adam mənim başıma? Sual verirəm hər kəsə ki, bu adam özünü idarə eləyə bilmir. Mən buna qardaş deyirəm. Deyirəm ki, bütün dünya oyanır. Bütün dünya, bütün qonşu ölkələr, hansı platformaya girirsən, hamı bu mövzuda danışır. Mən buna qardaş deyirəm. Bu götürüb gəlib mənə avtopilotda işləyən beyni ilə əzbərlədiyi şeyi mənə nəysə ispat eləmək. 47 il o elə yaşamışam. Ya biri götürüb, ya Hüseyin yazıb avtopilota gəlib üstümə. Ay qurban olum sənə. Sənin o adı çəkməyə olar. Qəflətdən oyanmış insanlar olur. Bəli, Məhəmməd Peyğəmbər oyatmaq üçün kitabı yazıb. Bəli, o kitabın bütün mahiyyəti budur. Demək istəyirdi ki, siz Adəmsiz. Adəm nədir? Prefrontal korteks, yəni yeganə insandadır. Bu qırış-qırış qat bir insandadır. Adəm oldu siz, Adəm. Bəli, bu adam bunu o qədər mədəni şəkildə çatdırır. İstiləşmə dövrü, torpaqdan yaranan prefrontal korteksdən biz heyvandan seçildik. Adəm olduq. Və o insana insan olduğunu çatdırmaq üçün orucluğu zəruri bildi. Çünki bir itin qabağına sümüyü atırsan, güclü it yürür, o biriləri qovur və köközü yiyir. Ona görə bu kişi orucluğu zəruri elədi ki, siz insan oldunuz. Yeməyin, ölməyəcəksiniz, yeməsəz. Siz insansınız, Adəm övladısınız. Yeməyin, paylaşın. Milyon dənə misal gətirərəm. Qurandan da, belə də. Ay kişi, sən özünü idarə eləmirsən. Sən nə Hüseyin? Hüseyin aydınlanmış insan idi kişi. Sənsə qafilsən, qəflətdəsən, yazıblar bura. İndi sual verirəm sənə. Necə olur ki, namazın sözlərini təzə öyrənəndə əziyyət çəkirdin. Gedirdin, gəlirdin, vərəq əlində o yana, bu yana. İndi nətər əzbərdən deyirsən? Necə olur? Sual verirəm, bir-bir. Yazı yazmağa başladığın günlər var idi. Məktəbə gedəndə A hərfin müəllim qulağını dartırdı, öyrədirdi, əziyyətlə, bir zülümlə hər gün ağlayırdın. Yaza bilmirdin. İndi nətər yazırsan? Heç özün də bilmirsən. Kim yazır? Necə yazırsan? Və yaxud, təzə-təzə yeriməyin var idi. Yeriyirdin, yıxılırdın, dizin dəyirdi, ağlayırdın, dururdun. İndi niyə? Necə yeriyirsən? Düşünürsən, hansı ayağımı birinci atacağım, hansı əzələm pərpənəcək, yıxılacağım. Niyə yıxılmırsan? Necə yeriyirsən? Necə olur da bunlar hamısı? Nətər baş verir? Təzə-təzə danışmağa başladığım vaxt yadındadır. Müəllim öyrədir deyə ismin dalıca feil gəlsin, feildən sonra məsdər olmalıdır. Sən də çətinlik çəkirdin, səhv salırdın mübtədə xəbəri. İndi necə danışırsan yaxşı? Necə olur bu? Nətər danışırsan? Özün də bilmirsən.
Özün yoxsan sənə kişi. Gəlib mənə Allahdan, Hüseyndən danışma. Onlar sənlik deyil. Eşitirsən mənə nəyisə sübut eləmə. Sən qafilsən. Qardaşım, mənim onlara böyük hörmətim var. Amma sənin onları təqlid eləməyə hələ tez, qardaşım. Sən avtopilotdasan, bunu deyirəm. Qardaşım deyirəm. Sən elə gedib gəlirsən, ha kişi, qardaş. Məni yox, özünü sorğula. Sənin düşmənin mən deyiləm. 4 balamın canı üçün mən deyiləm. Sənin düşmənin bir gün gəlib vurub məni öldürəsən. Mən qovuşacam ruhuma. Sən bədbəxt olasan. Bəli. Elətdirəcək o sənə. Beyin bilirsən hər şey elətdirəcək. Ay özünü sorğula, sənə qurban olum, mən səni ayılmaq istəyirəm. Yaxşı, birini də deyim. Necə olur ki, maşın sürən, avtomobil sürən var da yəqin. Təzə avtomobil sürəndə nə tərs sürürdün? O yavaş. İndi nə tərs sürürsən? Heç xəbərin olur. Qazı nə vaxt bassan, tormuzu nə vaxt bayırır? Gedir də bu avtomobil. Nətər olur da? Bunlar nətər olur, qardaşım? Nətər olur? Bax, birinci namaza başlayanda necə olurdu? Bax, saçırdın məsələn, rükuda qalxırdın, nə bilim, səcdədə dururdun. Sonra indi necə olur? Bax, avtomatik tapla-taraf durursan, otursan. Nətər olur da bunlar? Niyə indi bax, əvvəlki kimi fikirləşmirsən ki, indi rükunun dalıca səcdə eləyəcəm. Nətər olur da bunlar? Bəstirin, qardaşım, başınıza dönüm. Ya mənə toxunmayın, mənim yaxın gəlməyin, sizə qurban olarım. Qoyun mən də öz insanlara öz fikrimi çatdırım. Mənim dinlə işim yoxdur. Mən o kişini çox gözəl başa düşürəm. Və bir mənalı deyirəm. Bu dünyadan saxtakar, ən yalancı insan odur ki, öz cismində, ruhunda yaradanı dərk eləməyib. Onu hansısa bir kitabda, orada, burada tapıbsa, onu qədər yalancı adam yoxdur. Səni canlı tutan bir şeyi, səni bir canlı olduğu bu, ölü ilə fərqini sən anlamadan, sən gedib mənə nə ilənsə ki, mən canımda, ruhumda hiss elədiyimi, sən mənə kitabla, dəftərlə sübut eləyənmərsən. Xahiş edirəm, məndən uzaq durun. Mənim mövzum başqadır. Mənim heç kimlə işim yoxdur. Mən millətimi, xalqımı sevən bir Azərbaycanlıyam. Bəli, hər kəsə hörmətim var. Siz hər biriniz mənim qardaşımsınız. Amma əgər sən məni başa düşmədinsə, mənə sataşma, məndən uzaq dur. Qardaşım, mənə toxunma. Mənim nə Allahla işim var, nə Hüseynlə, nə ancaq bizcə onu bilirəm ki, sən onlar içindən gəlmir, idrak eləməmsən. Onlar sənə bura yazılıb və salam, qutardı getdi və sən yazılmış proqramla, kiminsə maraqlarına xidmət edən proqramla mənim balalarımı, mənim xalqımı, mənim milləti bədbəxt eləmək. Özünü sorğula, özünlə danış, özünlə söhbət elə. Qardaşım, həqiqət sənə çox yaxındır. Amma bugün sən ondan uzaqsan. Günümün 95%-in bir narkomandan betər yaşayırsan. Narkomanın dərdi budur ki, narkomandır, bilir, xəstədir. Amma sən özünü sağlam hesab edirsən. Amma bu sağlamlıq deyil, 47 il mən də elə düşünürdüm. Mənim yaşa bir günüm bir ilə bərabərdir. Bu qədər qardaşım, başımıza dönüm. Mənim şərhlərimdə, orada, burada gəlib mənə xahiş edirəm, yenə deyirəm, o müqəddəslərin mən hər kəsi yaxşı tanıyıram, hər kəsi yaxşı anlayıram. Millətimin də tarixini bilirəm, onun da Məhəmməd Peyğəmbərin nə demək istədiyini birə-bir bilirəm, hər şeyi bilirəm, çox gözəl bilirəm. Mənə lazımdır, mən öz güclə, bəla ilə, əsarətimdən çıxmağa çalışıram. Sən isə o cür yaşayırsansa, sən yuxun şirin olsun, qardaş. Amma nəsə kiməsə sübut eləməyə, sən heç səni sübut eləyənmərsən. Sən çünki bir zindandasan, bir qaranlıqdasan.